Salam dostlar. 3 gün öncə toksikozoba görə əməliyyat etdiyimiz xəstəmiz hal-hazırda 3 gün keçib əməliyyatımızdan və əməliyyat günü olacaq eksoftalmın dərəcəsindən hal-hazırki vəziyyət nə qədər belə deyək, ürəkaçandır. Artıq eksoftalmın geriyə doğru çəkildiyini hiss olunur və paylaşılan videoda da, daha öncəki videoda da izləmişdiniz xanımı. Buyurun siz öz təəssüratlarınızı deyin. Mən əməliyyatdan qabaq çox pis vəziyyətdə idim. Yəni, həddən artıq ağrılanmışam, gözüm ikisi də bərəli qabağa çıxmışdı. Təzyiq, ürək döyüntüsü, əsmələr, ağlamaq, yəni pis vəziyyətdə idim. Həkim Allah ömrünü uzun etsin, əməliyyat elədi, indi qəti ağrım yoxdur, heç udğunanda da incitmir. Keçmiş olsun. Sağ olun doktor, Allah razı olsun. İnşallah 1 ay, 2 aydan sonra bir də çəkiliş edərik, onda lap yaxşı. İnşallah biraz kökəlmiş. 3 ay, maksimum 6 ay keçəndən sonra bu video ilə həmin videonun müqayisəli yanaşmaları özünüz də yaranmış o. Çünki hər gün insan özünü gördüyü üçün, onu indi gördünüz, gəldiniz eksoftalm o qədər də hiss eləməmişdi. Hiss eləmişsiniz, amma istədiniz ki, mən vurğulayam. Düzdür, mən hiss elədim ki, gözümdə yığılmağa, amma öz-özümə dedim ki, bəlkə mənə elə gəlir, bəlkə beynimə salmışam ki, yığılıb. 6 aydan sonra özünüzü tanımayasınız inşallah. Sağ olun doktor, Allah köməyiniz olsun. Çox sağ olun. Sağ olun.